Bu qələmunlar əslində toxunduğu yerə uyğun rəngi almır. Bunun altında bir neçə səbəb var. Bunlardan birincisi sosial mesajdır. Belə ki, erkək bu qələmunlar öz dişisini cəlb etmək üçün cəlbedici rəngə boyanır. İkinci səbəb duyğu ilə bağlıdır. Nə zaman ki məğlubiyyət hissi yaşayırlar, həmin anda solğun rəngə boyanırlar. Daha sonra nə zaman ki qorxu, qəzəb özünü göstərir, həmin anda tünd rəngə boyanmağa başlayırlar. İkinci səbəbi isə temperatur dəyişməsidir. Buna termorequlyasiya da deyirlər. Bu qələmunlar nə zaman isinməyə çalışır, həmin anda tünd rəngə boyanır ki, günəş işığın uçsun. Nə zaman ki soyumağa çalışır, həmin anda parlaq rəngə boyanır ki, günəş işığın özündən dəf etsin. Bu prosesi əgər biz hüceyrə səviyyəsində izah etməyə çalışsaq, bu qələmun dərisinin altında iridofor, xromatofor kimi piqment hüceyrələri vardır ki, həmin hüceyrələrin daxilində nanokristallar var. Nə zaman ki bu qələmunun əzələsi yığılıb boşalır, həmin anda kristallar arasında məsafə yaranır. Məsələn, kristallar bir-birindən aralandığı anda bu qələmunun bədəni göy rəngə boyanmağa başlayır. Və ki, insanlar arasında belə bir fikrin yaranması, mühitə uyğun rəng alma, əslində bu da düzdür. Çünki bir nöqtədə təkamüldə kamuflyaj üçün də gərəkli olub rəng dəyişmə. Yəni mühitə uyğun rəng alaraq kamuflyaj olunur ki, düşməndən qorunsun.